Gürcüstanda ən çox rast gəlinən soyadların siyahısı yenilənib. Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin təqdim etdiyi statistikaya əsasən, ölkədə ən geniş yayılmış soyadlar arasında Berici və Məmmədov, o cümlədən Məmmədova liderliyini qoruyub saxlayır. İllər üzrə dəyişiklik müşahidə olunsa da, bəzi soyadlar sabit şəkildə ilk sıralarda qərarlaşır. Rəsmi statistikaya əsasən, hazırda Gürcüstanda ən çox yayılmış 10 soyad bunlardır. Berici 30.113 nəfər, Məmmədov, Məmmədova 28.872 nəfər, Əliyev, Əliyeva 19.345 nəfər, Kapanadze 19.243 nəfər, Gelaşvili 18.323 nəfər, Maysuradze 16.004 nəfər, Giyorgadze 14.205 nəfər, Volkvadze 13.185 nəfər, Lomidze 13.118 nəfər, Tiklauri 12.926 nəfər. Məlumat üçün qeyd edək ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin statistika siyahısında Məmmədov və Məmmədova, Əliyev və Əliyeva kimi soyadlar ayrı-ayrılıqda göstərilib. Bu, Azərbaycanlı soyadlarının cinsə görə fərqlənməsi ilə əlaqədardır. Məsələn, Məmmədov 14.344, Məmmədova isə 13.568 nəfər təşkil edir.